Cənab Müşfiq Hacıyev dəvət olunur. Salam, mən Müşfiq Hacıyev, Sokar Polimer şirkətinin maliyyə direktoruyam. Şirkətimiz 2018-ci ildən kommersial fəaliyyətinə başlamışdı. Zavodumuzda iki əsas istehsal qurğusu daxildir. Bu qurğular yüksək stoklu polietilen qurğusu və polipropilen istehsalı qurğusudur. Qurğuların ümumilikdə illik istehsal gücü 304 min ton təşkil edir. Bu qurğularda təqribən 50-yə yaxın çeşiddə polimer məhsulları istehsal olunmaqdadır. Bizim istehsal etdiyimiz məhsullar məişət, sənaye sahələrində, tibbi ləvazimatların, avtomobil ehtiyat hissələrinin istehsalında əsas xammal kimi istifadə olunmaqdadır. İstehsal etdiyimiz məhsulların təqribən 90%-ni ixrac etməkdəyik və bunun nəticəsində şirkətimiz ölkənin qeyri-neft sektoru üzrə əsas ixracatçılar siyahısında həmişə yer almaqdadır. Bizim şirkət olaraq əsas hədəfimiz ölkənin sənaye liderinə çevrilmək, həmçinin qeyri-neft sektorunun və neft-kimya sənayesinin inkişafına töhfə verməkdir. Kaspian Enerji Klubuna sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin şirkətlər arasında əlaqələrin yaradılmasında mühüm iştirakına görə öz təşəkkürümü bildirirəm. Sağ olun.